Və biz dedik ki, la ilahe illallah nəfi və isbatdır. Nəfi yəni ki, Allahdan başqa ilah yoxdur. Sonra isbat eləmək ki, ilah yalnız Allah Teala'dır. Və Allahdan başqa ibadət olunan bütün ilahlar hamısı batildir. Allah Teala buyurur ki, həqiqətən də tək ilah odur və ondan başqa çağırdıqların hamısı batildir. Bəli. Ondan başqa çağırdığımız, dua etdiyimiz hamısı batildir. Ona görə də insan onu yaradanı, ruzu verəni və onu öldürüb, sonra onu diriləni və sonra qabağında hesab üçün həşr edəcəyini ibadət eləməlidir. Halbuki heç bir şey zərər, xeyir verə bilməyənlərə ibadət eləmək düzgün deyil. Ona görə Allah Teala möminlərin sifətini Furqan surəsində bəyan eləyəndə buyurur ki, وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللّٰهِ إِلَهًا آخَرَ. Onlar Allahla yanaşı, başqa yox. Allah mə'allahi. La yed'una ma'allahi. Allahla yanaşı ilahan axar, başqa ilah çağırmırlar. Deməli ilah Allah demək deyil. Bəli. Çünki onlar Allahın olduğunu etiqad edirlər. La yed'una ma'allahi ilahan axar. Onlar Allahla yanaşı başqa ilahları çağırmırlar. Ona görə Allah Teala Quran-Kərimdə xəbər verir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm onlara deyəndə ki, onlara nə üçün ibadət edirsiniz? Onlar dedilər ki, biz Allaha yaxınlaşdırsın deyə ibadət edirik. Zümər surəsi. Bəli. Yuqarribuna ilallahi zulfa. Bizi Allaha yaxınlaşdırsın deyə onlar şüfəauna indallah. Allah qatında bizim şəfaətçilərimiz. Yəni indikilər də eyni şeyi deyirlər. Onlar da deyirlər ki, onlar Peyğəmbərimizin sallallahu əleyhi və səlləmin sahabələri olublar, övliya olublar, salih olublar və onlar bizim üçün Allahın yanında şəfaət etsinlər deyəni biz onlar vasitəsilə. Bəli, onlar da salihlər idi. Bəli. Peyğəmbərlərə də deyirlər ki, bax onlar salihlərdir, biz onlardan istəyirik və ya da onlar şəfaətçi tuturuq. Peyğəmbər əsasən də Allahın dediyini onlara çatdırdı ki, bu cür demək olmaz. Bəli. Ona görə Allah təala buyurur ki, "Ələ lillahi dinul xalis." Din Allaha xas olmalıdır, xalis olmalıdır. Yəni xalis nə deməkdir? Xalis yəni heç bir çirkinə düşməmiş. Ona görə Allah təala təmiz ibadət istəyir. O yekü müdürün məsələn misal gətirənlər, müdürlər məsələn və s. bu insan da eşitmir. Ona görə sən buradan çıxır ki, ay məsələn filan yerin müdürü, mənim suyum gəlmir. Eşitməyəcək təbii ki. Adi məsələn qəbirstanlığın yanından ötəndə məsələn biri çönüb desə ki, ey ölülər, nə bilim, Targovaya necə gedirlər? Quraqdan baxan ona gülər ki, sən nə danışırsan? Eyni şeydir, gəlib yan qəbrin yanında ondan kömək istəyirsən. Deyirsən ki, mənə şəfa ver, mənə ruz ver və s. Bəli. Bəli, o yəni azğınlıqdır. Hər halda Allah Teala onlara hidayət versin. Onların çoxu bilmirlər, müsəlmandırlar, lakin aldanıblar, bilmirlər. Biz onları kafir saymırıq, lakin Allahdan onlar üçün hidayət istəyir. Allah Teala onlara rəhm eləsin, hidayət versin. Allah razı olsun Mənsur qardaş.